manqal lampası ilə bağlı bir məlumat da vermək istəyirəm. Yəni bu lampalar müəyyən bir ölçü üçün nəzərdə tutulmuşdur. Əgər sizin manqalınızın iç hissəsi, kömür tökülən hissəsi deyəlim ki 1 metr 20 santimdən böyükdürsə, 1 metr 30 santim, 1 metr 40 santimdirsə, bu lampalar yəni o elə ölçülü manqallarda heç bir effekt vermir. Yəni bunun quraşdırmanın heç bir mənası yoxdur. Bu lampalar manqalın iç hissəsi 1 metrə, yəni kömür tökülən hissəsi 1 metrə olan manqallarda 2 ədəd lampa qoyulur, yəni çox gözəl effekt verir. Əgər 1 metrədən yuxarıdırsa, 1 metr 5 santim, 1 metr 10 santim, 1 metr 20 santima qədərdirsə, o zaman 4 ədəd lampa qoyulur. Yəni bu zaman çox qəşəng effekt verir. Yox, kimsə istəyər ki, manqalın içərisi daha çox işıqlı olsun. 1 metrəlik manqallarda da 4 ədəd lampa qoysaz, manqalınızın içərisi çox işıqlı olacaq. Yəni bu da sizin üçün yenə əlavə bir rahatçılıqdır. Məhsullar sarayda yerləşən o davamlı materiallar mağazasında satışdadır. Saraydan Sumqayıta gəldiyiniz zaman yolun sağ tərəfində Saray MTK yaşayış kompleksi yerləşir. MTK-nın sonuncu binası bitən kimi yolun sağ tərəfində Taxta Bazarıdır. Taxta Bazarının içərisinə daxil olub 100-150 metr düz gəldiyiniz zaman sağ çərçə ilə bizim mağazanı görəcəksiniz. O davamlı materiallar mağazası. Aşağıda əlaqə nömrəmiz qeyd olunub. Sifarişi olanlar zəng edə və ya WhatsApp-a yaza bilərlər.